Və sonda Rusiyanın Sankt-Peterburq şəhərində peşəkarlar arasında WK1 üzrə ikinci açıq Avropa çempionatı keçirilib. 11 ölkə təmsilçilərinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları uğurla çıxış ediblər. Peşəkarlar arasında WK1 versiyası üzrə ikinci açıq Avropa çempionatında ölkəmizi Qartal İdman Klubunun üzvləri təmsil ediblər. İsmail Məmmədov və Elçin Eminov böyüklərin, Musa Babayev, Rüstəm Rüstəmli, Ramil Paşayev və Məhəmməd Rüstəmov isə yeniyetmələrin yarışında qüvvəsini sınayıblar. Peşəkar döyüşlərdə Elçin Eminov bütün rəqiblərinə qalib gələrək WK1 versiyası üzrə Avropa kəmərinə sahib olub. Döyüşlərim çətin keçdi. İlk dəfə döyüşdüyümə görə peşəkarlar arasında Avropa kəmərinə çox çətin oldu. Təcrübəli idmançılarla döyüşdüm. Birinci döyüşümü Rusiya idmançıya keçdi. Yerli idmançı olmağına baxmayaraq Karlsson ilə qalib gəldim ona. İkinci döyüşümü ən əsası İtalyan döyüşçü ilə döyüşdüm. 137 döyüş keçmişdik peşəkarlar arasında. Bu da təcrübə baxımından təcrübəli idmançıdır. 2 raund başa-baş döyüş oldu. 3-cü raundda mən ona fiziki cəhətdən dözümlü olduğum üçün ona qalib gəldim. Həm peşəkar, həm də həvəskar döyüşlərdə iştirak edən İsmail Məmmədov da etimadı doğruldub. Həvəskar döyüşlərdə Rusiya idmançılarının üstü olan İsmail Məmmədov qızıl medal qazansa da, peşəkar döyüşdə gümüş medalla kifayətlənib. Finaldakı döyüşündə Avropa kəmərinin 2 dəfə sahibi olub. Çox güclü idmançı idi. Rus idmançı idi. Onunla döyüşümü keçdim. Birinci raunddan onu şota saldım. Elə ilk 10-15 saniyədə şota düşdü. Sonra da Zədə öz sözünü göstərdi. 2-ci raundu işlədim, 2 raundu. 3-cü raundun sonlarında da Zədə öz sözünü dedi, döyüşü davam etdirə bilmədim. İdmançıların nəticələri Qartal İdman Klubu rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Eminov üçün 60 kiloqramda çox gözəl bir döyüş keçirdərək finalda İtalyan idmançısı Sisiti Toporakonu məğlub elədi. Həmin idmançı peşəkar döyüşlərdə artıq 137 döyüş keçirmişdi. Bu həm reyting baxımından, həm təcrübə baxımından bizim idmançıdan qat-qat yuxarı olduğunu göstərirdi. Yəni, şollar bizim həm fiziki, həm texniki, həm psixoloji hazırlıqlarımız çox yüksək olduğuna görə heç ona çox çətinlik çəkmədən demək olar ki, qalib gəldi. Yəni, öz gücünü bir daha göstərdi. İsmail Məmmədov yenə peşəkarda gözəl, Belarus idmançısının gözəl qalib gəldi ona, nokautla. Finalda da demək olar xar hesabı ilə qabaq idi, amma texniki nokautla deyək. Yəni, vəziyyət olduğuna görə davam edə bilmədi 3-cü raund döyüşü. Rus idmançısı qalib gəldi. Qeyd edək ki, yeniyetmə döyüşçülərimiz uğurlu çıxışlarla diqqət çəkiblər. Musa Babayev, Rüstəm Rüstəmli və Məhəmməd Rüstəmov reyting döyüşlərində, Ramil Paşayev isə həvəskarların yarışında birinci yerə layiq görülüb.